Qiyməti 270 min manat olan qanuni 3 otaqlı təzə təmirli mənzil satışa çıxdı. Yerləşmə yeri Həzislanov metrosuna yaxın Gənclik Parkının qarşısındadır. 17 mərtəbəli binanın 10-cu mərtəbəsindədir. Qanuni 3 otaqlı mənzildir. Hal-hazırda mənzilin qonaq otağındayıq. Ölçüsü genişdir. Keçək digər otaqları göstərim sizə. Mənzilin hol hissəsi girişin sağ tərəfində şkaf kupe yığılıb. Holun döşəməsi qranit mərmər istif olunandır. Sanitar qovşağı. Mənzildə ümumilikdə 2 sanitar qovşağı var. Bütün aksesuarlar quraşdırılıb, hazır vəziyyətdədir. Mənzilin əsas yataq otağı. Əsas yataq otağının ölçüsü çox genişdir. Mənzilin 2 eyvanı var. Bütün otaqlardan eyvana çıxışı var. Bütün otaqlarda pərdə lüstr asılıb. Otaqların döşəməsi parketdir. İstilik sistemi kombidir. Bura mənzilin mətbəxi. Mətbəx mebeli tam yığılıb, tavana qədər. Qarşısında eyvanı var. Eyvandan şəhər dəniz möhtəşəm mənzərəsi var. Keçək digər otağı göstərim sizə. Bura mənzilin ikinci yataq otağı. Bu yataq otağının ölçüsü də genişdir. Görürsünüz, pərdəli üstür asılıb. Bura mənzilin sanitar qovşağı. Məlumatları bir daha xatırladım. Həzislanov metrosuna yaxın Gənclik Parkının yanında yerləşir. 3 otaq 120 kvadrat ümumi sahəsi var. Sənəd müqavilədir. Qiymət 270 min manat. Kimin əlavə sualı olsa buyurub zəng eləsin. Sağ olun.